Və qrafik təsvirlərin kodlaşdırılmasına dair məsələlərə baxaq. 512-256 nöqtədən ibarət təsvir 1024 rəng çalarına malikdir. Bu bizdə qrafik təsvirin kodlaşdırılması üçün lazım olan düsturumuzdur. Yəni üfüqi və şaquli nöqtələrin sayını vururuq bir pikselin kodlaşdırılmasına lazım olan bitlərin sayına. Bizim üçün üfüqi və şaquli nöqtələrin sayı verilibdir. 512-209 kimi yazıram. 256-208 və rəng çaları 1024-dür. Bizdə burada yazılan i bit rəng dərinliyini ifadə edir. Rəng dərinliyi isə rəng çalarından əldə olunur. 1024 rəng çalarımız varsa, bu 210 deməkdir. Deməli, bizdə rəng dərinliyi 10 bitə bərabərdir. Onun üçün burada yazırıq 10 bit, vururuq 10 bitə və nə istəyir bizdən? Kilobaytla. Ona görə 213-ə bölürük. Burada qalır. Deməli, 213 nə ixtisar edir? 204 160 kilobayt. Deməli, ikinci məsələdə 512-256 nöqtədən ibarət təsvir 64 rəng çalarına malikdir. Yaddaşda neçə kilobayt yer tutar? Yenə eyni bir məsələdir. 512-209, 256-208 göstəririk. 64 rəng çalarına malikdirsə, bu 206-ya bərabərdir. Buradan alırıq ki, R-D bərabərdir 6 bitə. Ona görə 6-ya vurmalıyıq. 6 bitə vururuq və kilobaytla istədiyi üçün yenə 213-ə bölürük. Qısa gedir, 204 qalır, 204 16-dır, 16 vurulsun 6 bit, daha doğrusu artıq kilobayta çevirmişik, 16 vurulsun 6 isə bizə verir 96 kilobayt. Sonra, üçüncü məsələdə isə 512 nöqtədən ibarət təsvir 32 rəng dərinliyinə malikdir. Artıq biz rəng çaları yox, rəng dərinliyi verildiyi üçün birbaşa 32-nin özünü götürməliyik. 512-ni yenə 209 yazırıq. 209 vurulsun 209, vurulsun 205, yəni 32. Yenə bizdən cavabı kilobaytla istədiyinə görə 213-ə bölürük. 209, 205, 214, ixtisar gedib 2 qalır. 210, yəni 1024 kilobayt. 1024. İndi baxaq dördüncü məsələyə. Deməli, 256 kilobayt yaddaşa malikdir. Qrafik təsvir və qrafik təsvirin bu qədər nöqtədən ibarət olarsa, rəng çalarını istəyir bizdən. 256 kilobayt, kilobaytdan bitə keçirik 213-ə vurmaqla. Çünki bu tərəfdə biz alacağımız cavab bitlə qeyd olunur həmişə. 209 512-ni yazıram, 210 1024-ü yazıram, vurulsun i bit. 256-nı da 208 yazarsaq, 209 208 ixtisar gedir. Burada 211 qaldı. Bu tərəfdə də 202 qalır. i bərabərdir 202-yə, yəni 4 bitə. 4 bit bizdə rəng dərinliyini bildirir. Bizdən isə rəng çalarını istədiyinə görə rəng çaları bərabərdir 2 R-D yaza bilərik bunu, yəni 204. Bu da bərabərdir 16-ya. Rəng çaları olur 16. 5-ci məsələdə qrafik təsvir yaddaşda deməli 2 megabayt yer tutur. Və qrafik təsvir bu qədər nöqtədən ibarətdir. Yenə rəng çalarını soruşur. 2 megabaytı yazırıq. 2 vurulsun 3 üstü 23 bit bərabərdir 2 üstü 9 vurulsun 2 üstü 10 vurulsun i bit. Yine ixtisarları buradan 13 üstü 24 yazar.
2 üstü 9, 2 üstü 4, 2 üstü 5 qalır burada. 2 üstü 5 i bərabərdir. I də bərabərdir 32 olduğundan RD-dir və RC də rəng çaları da bərabərdir 2 üstü RD-yə. Bu isə bərabərdir 2 üstü 32-yə. Bunu belə bu formada da saxlaya bilərik. 2 üstü 32. Aha. 6-cı məsələyə baxaq. %128 və 512 pikseldən ibarət təsviri RGB rəng modeli istifadə olunmuşdur və həcmi soruşur bizdən. H bərabərdir 128 vurulsun 512 vurulsun. RGB rəng modelində isə i bərabərdir 24 bit olur. Semiyakada isə i bərabər olur 32 bitə. Demişdik ki, daha doğrusu təhlükəsiz rənglər paletrasında i bərabər olur 8 bit. High color'da olur i bərabər 16 bit. Buna təhlükəsiz. Bu high color. Semiyaka. Deməli, RGB-ni də qeyd edək. RGB-də i bərabər 24 bit. Monoxromda i bərabərdir 1 bit. Çünki monoxromun 2 dənə rəngi var. 2 üstü 1 olduğu üçün i bərabərdir 1 bit olur. Deməli, buradan 10 yazırıq 24 bitə vururuq. Bizdən cavabı kilobaytla istədiyi üçün yenə 2 üstü 13-ə bölməliyik. 128 2 üstü 7-dir. 512 2 üstü 9-dur. 2 üstü 16 eləyir. 2 üstü 3 qalır yuxarıda. Vururuq 24 bitə. 8 vurulsun 24. Bu isə bizə verir. Deməli 192 kilobayt. 192. Baxaq indi 7, 8, 9-cu məsələlərə. Qrafik təsvir 256 512 pikseldən ibarət olarsa high color rejimində. High color rejimində demişdik ki, i bərabərdir 16 bitə. Bizə deyir ki, neçə kilobayt yer tutar? Yenə h bərabərdir 2 üstü 8 vurulsun 2 üstü 9 vurulsun 2 üstü 4. Cavabı kilobaytla istədiyinə görə yenə 2 üstü 13-ə bölürük. Bu da qalır 2 üstü 8, yəni 256 kilobayt. 256. 4096 rəng çalarına sahib olan qrafik təsvirin rəng çalarları 256 dəfə azalmışdır. Qrafik təsvirin həcmi necə dəyişir? Demişik ki, qrafik təsvirin həcmi A vurulsun, B vurulsun, I, yəni buradakı rəng dərinliyidir. Nəydən asılıdır? Rəng dərinliyindən və füqi və şaquli piksellərin sayından asılıdır. Qrafik təsvirin həcmi. Bizdən soruşur ki, həcm necə dəyişmişdir? Rəng çaları 4096, yəni 212 olan halda rəng dərinliyimiz bərabər imiş 12-yə, 12 bitə. Və rəng çaları 256 dəfə azaldılmışdırsa, 212-ni bölməliyik, 256, 208-dir, bu bərabər olar 204-ə. Yəni, ikincidə RD2 bərabərdir 4 bit. 4 bit olarsa, 12 bitdən 4 bitə dəyişibsə, deməli, həcmimiz də linear 3 dəfə azalar. Cavab olar C variantı. 3 dəfə azalır. 9-cu məsələyə baxaq. Demək, dörd min 96 rəng çalarına, 2 üstü 12 rəng çalarına malik olan qrafik təsvirinin rəng çalarları 16 dəfə azalmışdır. 212 olanda RD-miz bərabər idi 12 bitə. 16 dəfə azalmışdırsa 212-ni bölürük 2 üstü 4-ə, 2 üstü 8. RD-miz olur 8 bit.
Bizə deyir ki, qrafik təsvirin həcmi necə dəyişmişdir? 12 bölərik 8-ə, 3 bölünsün 4-ə qısa gedəndə 1.5 dəfə neyir? Azalır. 1.5 dəfə azalıb. Aha. 10-cu məsələyə baxaq. Ondan 12-yə qədər. Qrafik təsvirin rəng çaları 1024-dən 256-ya endirilən zaman. Deməli, rəng çaları əvvəlcə RC1 bərabərdir 1024. Buradan da alırıq ki, RD1-imiz bərabərdir 10 bitə. Və RC2 bərabərdir 256 olubdur. 208. Buradan da alırıq ki, RD2 bərabər olur 8 bitə. Və deyir ki, həcm 256 kilobayt azalmışdır. Burada həcmimiz H idi. Burada isə həcmimiz H çıxılsın 256 KB. Qrafik təsvirin ilkin həcmini müəyyən edin. Bunlar tərəf-tərəfə bölsək, 10 bölünsün 8 bərabərdir H bölünsün H çıx 256. 2-yə ixtisar getsə, burada qalır 5, burada qalır 4. Tərəf-tərəfə vursaq, 5 vurulsun H çıxılsın, 5 vurulsun 256 bərabərdir 4H. H isə bərabərdir 5 vurulsun 256-ya. Bizdən nə istəyir? Qrafik təsvirin ilkin həcmini soruşur. Deməli, ilkin həcmimiz də elə 5 vurulsun 256 kilobayt. Bu isə neçə eləyir? Demək. ...1280 kilobayt. Yenə deyir ki, qrafik təsvirin rəng çaları 2048-dən, yəni 211-dən 256-ya endirilən zaman, 208-ə endirilən zaman həcm 6 kilobayt azalmışdır. H idi, oldu H-6. Bunları da tərəf-tərəfə bölsək, 11 bölünsün 8 bərabərdir H bölünsün H çıx 6. Və 8H bərabərdir 11H çıxılsın 66-ya. 3H bərabərdir 66-ya, H bərabərdir 22 kilobayta. Bizdən də ilkin həcmi istədiyinə görə 22 kilobayt. 22. Və 12-ci məsələdə nə deyir? Qrafik təsvirin rəng çaları 65536-dan. 65536 səhv eləməmsə 65536 4 5 dəqiqə düz bölmədik. 65536 böl 1024. Deməli 216-ya bərabərdir 65516. 216 rəng dərinliyindən 210-a endirilən zaman 180 bit azalmışdır. H idi, H-180 bit olubdur. İndi yenə tərəf-tərəfə bölərsək, 16 bölünsün 10 bərabərdir H bölünsün H çıx 180. Yenə tərəf-tərəfə bölərik. 5, 8. Buradan əgər 5H bərabərdir 8H çıxılsın. 8 vurulsun 180. 3H bərabərdir 8 vurulsun 180. İxtisar gedər. H bərabərdir 8 vurulsun 60 bərabərdir 480 bit. Bizdən cavabı nə ilə istəyir? Bit ilə istəyirsə elə 480 bit yaza bilərik.